Lənkəran Qazax rayonu ərazisində erməni silahlı bölmələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun zabiti 24 yaşlı Qalib Zülfüqarlının nəşi doğulub boya başa çatdığı Lənkəranın Vilvan kəndinə gətirilib. Şəhid dəfnində Lənkəran rayonunun Vilvan kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları şəhidin qulluq etdiyi hərbi hissənin əskər və zabitləri iştirak ediblər. Qalib Zülfüqarlı əskərlərin yaylım ateşindən sonra uğrunda şəhid olduğu torpağa tapşırılıb. Silahı oldu! Ateş! Silahı oldu! Ateş! Silahı oldu! Ateş! Silahını al! Bir müəllim kimi bu itki bizim Vilvan kəndinin, Lənkəran rayonunun deyil, bütün Azərbaycan xalqının qəlbini ağrıdır. Lakin bu ölüm şərəfli ölümdür. Yəni vətən yolunda, xalq yolunda canını qurban verən oğullarımız heç vaxt gələcək nəsillərin xatirəsində silinməyəcəkdir. O hissi keçirdirəm ki, mənim bir canım var, bir qanım var. Onu vətən yolunda verməyə hər an hazırım. Mənim atam da müharibə əlli olub. Mən qorxmuram. Qarabağ cəbhəsi bölgəsinə gedən bir mən mardı ol gedərəm. Heç vaxt qorxma, erməni dağlarını udmuşam. İdmançı olmuşam. Mənim sözüm budur. Böyük dərddir valideyn üçün. Olub, vətən yolunda gedib. Tək vətənin başı sağ olsun. Sana dön! Qeyd edək ki, Vilvan kəndi ötən 2 ay müddətində sayca ikinci şəhidini verib. Belə ki, yanvarın 29-unda kənd sakini 20 yaşlı Nahid Fikrətoğlu Səfərov da cəbhə bölgəsində düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdu. Jalə Bayramlı, Cabir Məmmədov, Səs TV, Lənkəran. Yoldadılar, onlar da gelip. Evet babam bizim.